Salam, dəyərli nəşrlərinin 20 aprel tarixində 8-ci siniflər üçün keçirmiş olduğu sınaq imtahanından ingilis dili suallarına baxaq. Kanala abunə olmamısınızsa, abunə olmağı da unutmazsınız, zəhmət olmasa. 51-ci sualda doğru variant olacaqdır A variantı. 52-də doğru cavab olacaqdır D. 53-də C. 54-də A variantı. Açıq sualın cavabı məndə yoxdur. Birazdan şərh bölməsinə qeyd edəcəm. Əgər siz yazmısınızsa, siz yazın, yoldaşlarınız yoxlasınlar. Mən də şərhə qeyd edəcəm birazdan. 56-da D variantı, 57-də A variantı, 58-də A, keçək 59-a, 59-da A variantı, 2 və 3. 60-da isə bir dəqiqə 59 səhv deyəsən, 59-da C olacaqdı. Altmışıncı sualda isə to become calm and comfortable. Rahat və sakit olmaq deyir. Burada da 60-da doğru cavab olacaqdır. To relax. Bu da paragraf 1-dən görə bilərsiniz. 61-ci sualda doğru variant olacaqdır B variantı. To have access. Giriş olmaq deyir. İnternetə giriş olmaq accessdir. 62-ci sualda provide təmin etməkdir. Ona qarşılıq olaraq, yəni definition olaraq nəyə vermək olar? B-yə baxırıq. To give something olacaqdır. Bir şey vermək. 63-də accommodation yurt deməkdir. Buna uyğun cavab yaşamaq üçün, qalmaq üçün yer, yəni A variantı olacaqdır. 64-də C variantı olacaq. Wilderness, deməli wilderness. Nə olur bu? Bu vəhşi təbiətdir, yəni bu adamın yaşamadığı yerdir. Burada da C variantı ərazi, hansı ki binalar falan yoxdur və orada insanlar yaşamır. Doğru cavab C variantı oldu. 65-də məktəb, deməli uşaqları növbəti laptoplarla, yəni laptoplar ilə təmin edəcəklər deyir. Burada da cavab ən yaxşı with olar. Short textlərdə, yəni 66-da C variantı olacaqdır. The class is professional chefs. Yox, burada sorry. Burada B olacaq 66-da. 67-də olacaqdır D variantı. 68-də olacaqdır D variantı. Burada da agree to help olur. Sağ tərəfdə promise to share olacaqdır. 69-da C variantı. Enjoy-dan sonra living gəlir. Sağ tərəfdə də to be olur. 70-ci sualda afraid of olacaqdır. B variantı. 71-də doğru cavab D variantı. 72-də C. 73 D variantı. 74 olacaqdır. Deməli, he failed to meet deadline. C olacaqdır 74-də. 75-də isə doğru variant deməli, we miss going olurdu burada. A olmaz, C olmur. Çünki we miss going ifadəsi olacaq. Yəni, missdən sonra ing istifadə etmək lazımdır. Sağ tərəfdə isə to fail olur. We would love to do deyirik. Yəni, 75-də B variantı olur. Belə, əziz şagirdlər, ümid edirəm ki, faydalı oldu. Hər birinizə uğurlar olsun.